UFC 322 Leon Edwards. Bir də başda. Mən çünki əlimə toxundurdum, başladım dediyim anda. UFC 322 Leon Edwards kimlə qarşılaşır? Carlos Prates'lə qarşılaşır. Carlos Prates'i son döyüşündən xatırlamış olarsınız. Raunda bircə saniyə qalmış spinning elbow ilə Jeff Neal'ı məğlub edən, knockout edən Carlos Prates, el arasında siqaret çəkən kimi də tanınan Carlos Prates köhnə çempion Leon Edwards'la qarşılaşacaq və bu döyüş əslində mənə elə gəlir ki, Prates'i qaldırmaq üçün olan bir döyüşdür və iki strikerin əslində mübarizəsidir. Düzdür, Leon Edwards'un güləşi kifayət qədər yaxşıdır. Əslində bunu Usmanla döyüşündə bunu görmüşük. Ona görə mənə elə gəlir ki, maraqlı bir döyüş keçəcək. 3 raundluq bir döyüşdür, amma düşünürəm ki, Carlos Prates artıq Leon Edwards'ı yavaş-yavaş retirementa, yəni necə deyərlər, retirementi nə deyirik? Əməkli pensiya. Pensiyaya çıxmağına kömək edəcək və deyirəm Carlos Prates ikinci round TKO deyirəm. Necə bir TKO, onu bayaq göstərdin. Spinning elbow. Aha. Bu dəfə belə bir şey gözləyirəm. Muay Thai elbowları ilə inşallah TKO eləyəcək Leon Edwards. İnşallah.